Salam əziz şagirdlər, bugünkü videoda sizə riyaziyyatdan monitoring suallarının izahını verəcəyik. Birinci sualın izahına baxaq. A və B çoxluqlar verilibdir. A-nı da B-ni də qeyd eləyək. A ilə B-nin kəsişməsində 5 sayda element varsa, kəsişməyə 5 yazırıq. N, B-də 15 element olduğuna görə 5 elementi qeyd eləmişik. 15-dən 5 çıxanda 10. Yəni təkcə B-də olan elementlər 10 dənədir. Ümumi NB-də isə 15 element var. 5-dən 10-un cəmi. N A çıxılsın B təkcə A-da olan elementlərin sayıdır. Təkcə A-da olan elementlərin sayı isə 7-dir. N A birləşir B soruşurlar. A birləşir B isə hamısını toplayırıq. 7 üstəgəl 5 üstəgəl 10. Ümumi olacaq 22 dənə element. 1C. İkinci sualın izahına baxaq. Murad əvvəlcə kitabın səhifələrin 7-də 3 hissəsini oxudu. Əvvəlcə 7-də 3 hissəsini oxuyubdursa, sonra isə bütöv 7-də 7-dən 7-də 3-ü çıxsaq, qalacaq 7-də 4 hissəsi. Sonra isə qalan 7-də 4 hissəsinin də 2-də 1 hissəsini oxuyur, yəni yarısını oxuyur. 4 ilə 2 ixtisar getsə, qalacaq 7-də 2. Deməli, əvvəlcə 7-də 3-ünü oxudu, daha sonra 7-də 2-sini oxudu. Ümumi oxunan kitab səhifəsi olacaq 7-də 3 ilə 7-də 2-nin cəmi. 7-də 3 ilə 7-də 2-ni toplasam 7-də 5. 7-də 5 səhifəsini oxuyubdursa qalacaq 7-də 7-dən. Çıxırıq 7-də 5 oxunan səhifələri çıxsaq qalacaq 7-də 2. 7-də 2 səhifəsi qalıbdırsa bu da 16 səhifəni təşkil edir. Yəni 7-də 2 hissəsi 16 olan ədədi tapmalıyıq. Hissəyə görə ədədi tapanda ədədi hissə göstərən ədədə bölürük. Yaxud da 16-nı 2-yə bölüb məxrəcə vururuq. 8-i də 7-yə vursam olacaq 56. Demək ki, ümumi kitabdakı səhifələrin sayı 56-dır. Lakin şərtdə deməli Murad əvvəlcə kitabın neçə səhifəsi oxunmuşdu soruşur. Əvvəlcə kitabın 7-də 3 hissəsini oxumuşdur. 56 ədədinin də 7-də 3 hissəsini tapmaq üçün 56-nı 7-də 3-ə vururam. 56 vurulsun 7-də 3. 56-nı 7-yə bölsəm 8, 8 vur 3 olacaq 24. Doğru cavab B variantı ikinci sual üçün. Keçək üçüncü suala. Düzbucaqlıq çəkək. Düzbucaqlığın tərəflər 4-5 nisbətindədirsə eninə 4K, uzunluğuna 5K yaza bilərik. Qarşı tərəflər də bir-birinə bərabərdir. Perimetr 90-dırsa bütün tərəfləri toplayıb 90 eləyirik. 4K üstəgəl 5K üstəgəl 4K üstəgəl 5K bərabərdir 90. Hamısını toplasaq 18K bərabərdir 90. 90-ı da 18-ə böləndə K bərabər olacaq 5. Deməli, verilən düzbucaqlığın eni 4 vurulsun 5 bərabərdir 20. Uzunluğu isə 5 vurulsun 5 bərabər olacaq 25. Yəni K-nın qiymətini tapandan sonra 5K və 4K-da qoymaq mütləq lazımdır ki, düzbucaqlığın enini və uzunluğunu tapaq. Eni və uzunluğu məlumdursa, düzbucaqlığın sahəsini tapa bilərik. 20 vurulsun 25 olacaq 500. Düzbucaqlığın sahəsi 500 cm²-dır. Doğru cavab D variantı. Sonra baxaq dördüncü sualın izahına. N kiçikdir 4 olduğuna görə N'in aldığı qiymətlər 1, 2, 3'tür. Burada N daxildir. N şərti isə N'in natural ədəd olduğunu göstərirlər. Yəni 4-dən kiçik natural ədədlər 1, 2, 3'tür. Kəsir N bölünsün N üstəgəl 1'dir. N'in yerinə bir dəfə 1 yazmalıyam. Toplasaq olacaq 2'də 1. Bir dəfə N'in yerinə 2 yazmalıyam. 2 bölünsün 2 üstəgəl 1. Bu zaman olacaq 3'də 2. Bir dəfə də N'in yerinə 3 yazmalıyam. 3 ilə 1'i də toplasaq olacaq 4'də 3. Verilən kəsirlərin cəmi isə 2'də 1 üstəgəl 3'də 2 üstəgəl 4'də 3. Ortaq məxrəc 12 olduğuna görə kəsirləri 12'yə gətirək. 6, digər kəsirdə 6'ya vuraq. Olacaq 12'də 6'nı 1'ə vursam 6, 2'yi vur 4, 8, 3'dən 3'ün də hasili 9. Toplasaq olacaq 12'də 23. 23'ü də 12'yə bölsəm 1 tam 12'də 11. Qarışıq kəsirə çevirə bilərik. Doğru cavab A variantı 4 üçün. Sonra baxaq 5-ci sualın həllinə.
5-ci sualda A-nın yerinə -3 üstə gəl B-nin yerinə -7 yazırıq. -3-ün modulu müsbət 3, -7-nin modulu müsbət 7. 3 və 10'u toplasaq müsbət 10. İkinci ifadədə A üstə gəl B-dən A-nın yerinə -3, B-nin yerinə -7 yaza bilərik. İkisinin cəmi -10, -10'un modulu müsbət 10. Alınan ifadələrin fərqini tapın deyirsə, birincinin cavabı 10, ikincinin də cavabı 10. 10'dan 10 çıxsaq olacaq 0. Baxaq 0. Demək ki, doğru cavab A variantı 5 üçün. 6-cı sualın izahına baxaq. -2300, burada ulduz veriblər. Burada 7 yazaq. Böyükdür -2358. -2358'den büyük -2357 olacak. Yani ulduzun yerine 5 yazabilirik. Daha sonra -2347 yazsak -2358'den büyüktür. 3 yazsak, 2 yazsak, 1 yazsak, 0 yazsak. Ulduzun yerine 5, 4, 3, 2, 1, 0 yazanda -2358'den büyük ədəd verecek. Çünkü mənfilərin modulu kiçik olan daha büyük sayılır. Verilen ədədlərin cəmini də tap desək, həmin ədədləri cəmləyirik. Cəmi tapmaq toplamaqdır. Üstəgəl 1, üstəgəl 0. Bu ədədlərin də cəmi verəcək 15. Doğru cavab A variantı. Sonra baxaq 7. Yalnız qarşılıqlı sadə ədədlərdən təşkil olunmuşdur. A variantında 12 ilə 33 qarşılıqlı sadə deyil, ortaq 3'ə bölünür. B variantında 15 ilə 21 qarşılıqlı sadə ədəd deyil. Çünki həm 15, həm 21 hər ikisi 3'ə bölünür. Qarşılıqlı sadə ədədlər isə ortaq böləni olmayan ədədlərdir. Yəni ortaq bölən olmalı deyil. B variantında həm də 21 ilə 77'ni də götürsək, bunlar da qarşılıqlı sadə deyil. Çünki hər ikisi 7'yə bölünür. C variantında 19 ilə 38 qarşılıqlı sadə deyil. Hər ikisi 19'a bölünəcəkdir. D variantında isə bütün cütlər qarşılıqlı sadə ədədlərdir. 16 ilə 17 götürsək qarşılıqlı sadə. 16 ilə 23'ün ortaq böləni yoxdur, qarşılıqlı sadədir. 16 ilə 45 üçün də ortaq böləni yoxdur, qarşılıqlı sadə. 17, 23, 17 ilə 45 qarşılıqlı sadədir. Bir də qaldı 23 ilə 45. Burada da ortaq bölən yoxdur. Verilən cütlər qarşılıqlı sadədir. 8-ci sualın izahına baxaq. 24'dən 9 çıxıb üzərinə 2 gəlirəm. 5 vurulsun, 7 çıxılsın, 4 vur, 2 çıx, 3 çıxılsın, 12. Birinci mötərizəni hesablayaq. 24'dən 9 çıxsam 15, 15 ilə 2'nin cəmi 17. Çıxılsın, 5 vurulsun. Birinci içəridəki mötərizəni hesablayaq. 4 vur, 2, 8, 8'dən 3 çıxsaq 5. 7 çıxılsın, 5 çıxılsın, 12. 17'den çıxıram, 5 vurulsun. 7'den 5 çıxsaq 2, 2 çıx, 12 olacaq, -10. 15, -5 ilə -10'un da hasili olacaq, müsbət 50. 15 ilə 50'ni də toplasaq olacaq, 15, 17. 17 ilə 50'nin də cəmi olacaq, 67. Doğru cavab C variantı. Sonra baxırıq 9'a. Hansı yanlışdır? 17'də 13. 17'də 13 kəsrini, surət və məxrəcini vursam 3'ə. Ortaq məxrəc 51 olar. İkisini də surət və məxrəcini 3'ə vursam olacaq 51'də 39 böyükdür. 51'də 35. Deməli 51'də 39 daha böyükdür. Bu doğrudur. İkincidə surət və məxrəcini 8'ə vursam ortaq məxrəc 48 olar. 48'də 5 vur 8. 6'nı 8'e vursam 48, 5 vur 8, 40. 48'də 40 ilə 48'də 31. Bu da doğrudur. Çünki 48'də 40 daha böyükdür. D variantında 14'ü 3'ə vursam 42 ortaq məxrəcə gələr. Olacaq 42'də 17 böyükdür. 14'ü 3'ə vursaq 42, 11'i də 3'ə vuranda 33. Demək ki, bu daha böyük olmalıydı. Orada yanlış veriblər. Səhv olan D'dir. Baxaq 10-cu suala.
10-cu sual üçün düstur əkubu əbuba bölsək, ortaq olmayan sadə vurğuların hasilini verəcəkdir. Əgər A və B-lər də eynidirsə, əkub AB-ni əbub AB-yə bölsəm bərabər olacaq C, yəni ortaq olmayanların hasili. 84 ilə 92-ni vuruqlara ayırıb ortaq olanları silməliyik. 2-yə bölsək 46, 2-yə bölsək 23, 23 də sadə ədəd olduğuna görə təkcə özünə bölünür. 84-ü 2-yə bölsək 42, 2-yə bölsək 21, 3-ə bölsək 7, 7-yə bölsək 1. Ortaq olanları silək. Ortaq olmayanların hasili lazımdır çünki 21 vurulsun. 23, 21'i də 23'ə vuralım. 483 doğru cavab B variantı. 11-ci sualın izahına baxaq. 5'də 3 hektarı metr kvadratına çevirmək üçün vurmalıyam 10 minə. 10 minlə 5 ixtisar gedir. 5'i 5'ə bölsək 1, 10 mini 5'ə böləndə 2000. 2000'i də 3'ə vursam olacaq 6000. Doğru cavab C variantı. 2'də 3 ədədin tərsi. Ədədin tərsini tapanda surət və məxrəcin yerini dəyişirik. 2'də 3 yox, 3'də 2. 3 ədədin əksi deyirlərsə qabağına mənfi yazırıq. İşarəsini dəyişdiririk. Mənfidirsə müsbət, müsbətdirsə mənfi götürürük. Bu ədədlərin fərqini tapın, çıxma. 2 mənfi yanaşı gəlirsə toplamaya çevrilir. 3 ilə 3'də 2'ni də toplasam olacaq 3 tam 3'də 2. Doğru cavab D variantı. 13-cü tapşırıqda birinci ifadədə təkcə C-nin işarəsi məlumdur. B və A-nın işarəni müəyyən edə bilmərik. Ona görə baxırıq 3-ə. 3'də C-nin kvadratı cüt qüvvət olduğuna görə C mənfi də olsa, müsbət də olsa cavab olacaq müsbət. İfadənin kiçikdir 0 olması onu göstərir ki, bu ifadə mənfidir. Böyükdür 0 olması isə onun müsbət olduğunu göstərir. Burada kiçikdir 0 olduğuna görə verilən ifadə mənfi olmalıdır. Bu ifadənin də mənfi olması üçün əgər C kvadrat müsbətdirsə B mənfi olmalıdır ki, mənfini müsbətə vursam kiçikdir 0, yəni mənfini versin. B'nin işarəsi oldu mənfi. A'nın işarəsinə baxaq. Birinci ifadədə C müsbətdir çünki kvadratdır. B mənfi, A da müsbət olmalıdır ki, kiçikdir 0. O deməkdir ki, bu ifadə mənfidir. Yəni mənfilərin sayı tək sayda olmalıdır. Ona görə A-ya müsbət yazmalıyam ki, müsbəti mənfiyə vuranda cavab mənfi, kiçikdir 0 versin. İndi ikinci ifadəyə baxaq. Burada A-nın işarəsini tapdıq ki, müsbət. C də müsbət olmalıdır ki, müsbəti müsbətə vuranda böyükdür 0, yəni müsbət versin. A müsbət, B mənfi, C də müsbət. Burada modul A'nın yerinə 1 yazmaq olar, 2 yazmaq olar, 3, 4, 5, 6 və 7. Demək ki, 1, 2, 3, 4, 5, 6, 7 yaza bilərik. Çünki 7-də bərabər və 7-dən kiçikdir. Həm bunları mənfi qiymətlərini də ala bilərik. Çünki tam qiymətlərin sayı deyirlər. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5, mənfi 6, 7. Bir də mənfi 7. Bir də 0 yazmaq olar. Çünki 0 da 7-dən kiçikdir. 15 dənə tam qiymət olacaq ümumi hamısı. Burada 53-dürsə A, Y, D düzbucaqlı üçbucaqda iti bucaqların cəmi 90 dərəcədir. 53-dürsə 90 dərəcədən 53 dərəcə çıxıram, qalacaq 37 dərəcə. MAY ilə YAD bir-birinə bərabər olduğuna görə digər bucaq da 37 dərəcə olacaq. Bu isə x-dır. ABCD düzbucaqlı olduğuna görə bucaq A 90 dərəcəyə bərabərdir. Bucaq A isə x üstəgəl 37, üstəgəl 37 bucaqlar vardır. Bunların cəmi 90. X üstəgəl 74 90'dırsa 90'dan da 74 çıxıram, olacaq 16 dərəcə. Doğru cavab D. B, AM elə X-in aldığı qiyməti soruşur. Aytən 19, deməli Aytənin 19 yaşı var. Aynur'un 24. Aytən 3 il tez olsaydı bu 3 yaş daha böyük olardı. Ona görə 19'un üzerine 3 gəlirəm, olacaq 22. Aytən isə 5 il gec anadan oldu. 5 il gec anadan olsaydı 5'i deməli onun yaşı 5 yaş daha kiçik olardı. 24'dən
24'ten 5 çıxırıq, olacaq 19. 22 ilə 19'un cəmisi olacaq 41. Doğru cevap B variantı burada. 16. sualda doğru cevap B, 41 yaş. Baxaq 17-ci suala. 17-ci sualda AF'e baxaq. 1, 2, 3, 4. AF deməli 4 hissədən təşkil olunubdur. 4 bölünsün. İndi BF'i sayaq. BF'də 1, 2, BD. BD ilə 1, 2'dir. Deməli BC bir də bu. BD 2 hissədən təşkil olunubdur. Bölünsün. 2, 4'ü də 2'yə böləndə 2 doğru cevap D. 18'i ise məxrəclər eyni olduğuna göre surətləri toplamaq olar. A üstəgəl B. A üstəgəl B'nin cevabı da 17'dir. 17'de 17'ye bölsəm 1. Doğru cevap B. 142 ədədin natural bölənlərin sayını tapdıysa 142'ni vuruqlara ayırıram. 2'ye bölürəm 71. 71 de sadə ədəd olduğuna göre təkcə 1'ə bölünür. 71'in özünə bölünür. Deməli 2'dən 1 dənə iştirak edir. 71 deyəndə 1 dənə. Natural bölənlərin sayını tapdıysa qüvvət üslərini 1 vahid artırıb vurmalıyam. Biri 1 vahid artırsam 2 vurulsun. Digər biri de 1 vahid artırsam 2. 2'yi vur 2 olacaq. 4 doğru cevap B variantı. 20. sualın izahına baxaq. 20. sualda 17 ve 35 arasında olan sadə ədədlər. 17 kiçikdir, bərabər olduğuna göre 17 de daxildir. 19, 23, 29, 31, 35'ten kiçikdir. Təkcə 31. 37'ni saymırıq, 35'ten böyük olacaqdır. 19'dan 31'i toplasam 50. 17 ilə 23'ü toplasaq 40, üstəgəl 29. Bu da olacaq 119. Doğru cevap C. Ters mütənasib deyirsə, deməli ədədlərin tərsini götürürük. 3'ün tərsi 3'də 1K, nisbət dediyinə görə üstəgəl K'nı da yazırıq. 5'in tərsi 5'də 1K. Bərabər olacaq 32. 3 ilə 5'e ortaq məxrəc 15'dir. Birinci kəsri 5'e vururam. İkinci kəsri 3'e vururam. Olacaq 15'də 5K üstəgəl 15'də 3K bərabərdir 32. Toplayanda 15'də 5 ilə 3'ü toplayanda 8K bərabərdir 32. K da bərabərdir 32'ni 8'e bölüb vurmalıyam 15'e. 32'ni 8'e bölsəm 4, 4'ü 15'e vursam 60. K 60'dırsa böyük ədəd tap deyir. 3'də 1 də 5'də 1 də küçük böyük ədəd olacaq 3'də 1. Çünki məxrəc kiçikdirsə o daha böyük sayılır. Surəti eyni olan kəsirlərin məxrəci kiçik olan daha böyükdür. 3'də 1 K'dırsa K'nın yerine de qiyməti qoyaq. 3'də 1 vurulsun 60. 60'ı da 3'e böləndə olacaq 20. Doğru cevap burada B variantı. Baxaq 22. suala. Bir ədədin 8'e bölünmə ehtimalı. İlk 50 natural ədəddən seçilmiş bir ədədin 8'e bölünmə ehtimalı. İlk 50 ədəddirsə məxrəcdə 50 dənə ədədi yazmalıyam. Bütün mümkün hallar məxrəcdədir. Əlverişlilər surətdə. 8'e bölünən olması 8, 16, 8, 8 artıraq 24, 32, 40. İlk bir də 48. Oldu 6 dənə ədəd. Deməli 50'dən 6'sı 8'e bölünəndir. Ortaq məxrəc 2'yə də 100'ə deməli 50'ni 100'ə gətirsək olacaq 2'yə vursaq 100'də 6'nı 2'yə vuranda 12, bu da olacaq 0'dan %12. Doğru cevap D variantı. Sonra baxaq 23. Ən kiçik ədəd
Mərtəbələri müqayisə edirik. Daha kiçik olan bir mərtəbə vahidlərini müqayisə edək. 10'da 1'də hamısında 0'dır. 100'də 1'də də 0'dır. 1000'də 1'də isə birinci kəsirdə 3 olduğuna göre bu daha büyüktür. Bunlar da en büyük olduğuna göre en küçük ise D variantıdır. 24'te verilen bucak düz bucaqdır. Düz bucağın bucaqları cəmi 90 derece olmalıdır. 2x ile 20'nin cəmi 3x, demək 2x ve 2x üstə gəl 20 üstə gəl 3x çıxılsın 10 beraber olmalı 90. 2x ile 3x toplasan 5x, 20'den 10 çıxanda müsbət 10 beraberdir 90. 5x beraberdir 90 çıxılsın 10. 90'dan 10 çıxsam olacaq 80. 80 da 5'e böləndə 16. X'in aldığı qiymət 16 ilə X'in aldığı qiyməti soruşur. Doğru cavab D variantı. Ədədlərdən neçəsi sadədir? 15 mürəkkəbdir. Çünki həm 3'e bölünür, həm 5'e, həm 15'e. 21 de mürəkkəbdir. 3'e bölünür, 7'ye bölünür, 21'e bölünür, 1'e bölünür. Burada 41 sadədir. 51 mürəkkəbdir. Çünki 1'e bölünür, 3'e bölünür, 19'a bölünür, 51'e bölünür. 63 de mürəkkəbdir. Bölənləri çoxdur. 3, 9, 7, 71 ilə 23 isə sadədir. Təkcə ikisi də özünə bölünür. 41, 71, 23. Doğru cevap C variantı. Sualların sonuna geldik. Sağ olun. Gelen videoda görüşene dek.